Zərlidən istifadə çox bu günləri geniş yayılıb, amma birinci növbədə mən qeyd edeyim ki, zərli nə edir? Qanı həm deməli, özünə soğurmaqla təzyiqi aşağı salır və eyni zamanda zərlidə olan 60-a qədər ferment var və onlardan ən əsası qanı durlaşdıran xüsusi bir hormon və hiridin hormonu. Bu qana daxil olduqda insanda 2 aya qədər təsəvvür edin ki, qanı duru saxlayır. Zərli, bəli. Amma bir nüansı qeyd edeyim ki, bunu insanlarımızın bəziləri bilmirlər. Zərli sertifikatlı zərli olmalıdır. Özü də xüsusi müəssisələrdə yetişdirilmiş zərli olmalıdır. Çünki adi su hövzələrindən götürülmüş zərli hansısa bir canlıdan sorduğunu insanın bədəninə daxil edib müxtəlif xəstəliklər, hətta ölmə qədər vacib bir məqamdır. Çox vacib məqamdır. Ölmə səbəb ola bilən bir hallar yarada bilər. Ona görə də bu nüanslara fikir vermək lazımdır. Herodoterapevtdən istifadə etmək lazımdır ki, herodoterapevt özü zərlinin qoyulmasında birinci mərhələdə hara qoyulmalıdır, ikinci mərhələdə hara qoyulmalıdır. Bədəni birinci ona öyrəşdirmək və sonradan problemli nahiyəyə zərli qoyulmalıdır.